Demək, bir nəfər yazıb ki, qulaqda kiləçlənməyə nə edək? Elə mən də çaydan bilirəm, sizə göstərim. Siz də götürün, faydalanın. Baxın. Bax, qulaqda kiləçlənmə, qulaqda səs-küy. Niçin idmanlarını eləyirsiniz və əlavədə bunu eləyirsiniz. Bax, öksü otu. Bax, budur öksü otu. Ginkgo bilobo, bax budur. Bu da quş armudu, mineral vitamindir. İmmun sistemin qaldırır, bax bu. Demək, bunun hərəsindən bu qədər götürürsünüz, təxmini. Bax, su da artıq qaynayır. Görürsünüz. Demək, 4-5 dəqiqə qaynadırsınız bunu. Bax, bu ginkgo bilobonun sayəsində qalxmış xolesterin də düşəcək ki, beynin inkişafını artırır. Sonra qan damar sisteminə gözəl təsir eləyir. Bu üçlük çox gözəl təsir eləyir beyin qan dövranına. Bax bu. İnşallah dəmliyin için bir stəkan götürün, qaynadın. 4-5 dəqiqə qaynadacaqsınız. Su qaynara düşəndə tökürsünüz və inşallah içirsiniz.